Salam, kanala xoş gəlmisiniz. Bugün Agile-ın icrası və iterasiyaların izlənməsindən danışacağım. Əhatə edəcəyim mövzular Return on Investment, yatırım gəliri, gəlirin ölçülmə üsulları, Earned Value Analysis, qazanılmış dəyər analizi, proqnozlaşdırılan layihələr, Agile layihələr, büdcəni kontrol etmə, qazanılmış dəyər texnikaları, əsas performans göstəriciləri, üçlü məhdudiyyətlər, yanlış anlaşılma körfəzi, dot voting və ya multi-voting, Kano analizi, xüsusiləşdirilmiş satın alma. Bilirik ki, biznes hallarını yaratmağa kömək edən təsir edici faktorlar var. Bunlara payback period, internal rate of return və net present value aiddir. Təşkilatlar hansı layihələri seçəcəklərini müəyyən edərkən, təşkilatın ROI-ni əldə etmə qabiliyyəti üzərində çoxlu araşdırmalar aparılır. Təşkilatdan təşkilata ROI fərqlənsə də, maliyyə nəticələri həmişə narahatlıq doğurur. Layihənin müxtəlif mərhələlərində çoxlu texnikalar icra edilə bilər. Agile-da hər bir sprint özü kiçik bir layihədir. Bütün layihələr mərhələli təkmilləşdirmənin bir formasını izləyir. Daha çox məlumat əldə edildikdə tədricən mövcud planları işləyib hazırlayır. Qazanılan gəlir texnikası var, Earned Value Technique. Bu texnika hazırki performansı nəzərdən keçirməyin və onu gələcək planlanan performansla müqayisə etmək üsuludur. Ənənəvi layihə idarə etməsində qazanılmış gəlir cari əsas dəyəri faktiki performansla müqayisə etmək üçündür. Əgər fərqlilik olduqca çoxdursa, əhatə dairəsi, vaxt və xərclər baxımından layihənin yenidən icrası üçün qanun qəbul edilməli ola bilər. Qazanılan dəyər ilk dəfə istehsalat sahəsində meydana gəlmişdi. Daha sonra digər sahələri də əhatə etmişdi. Bu texnika layihədə 3 əsas məhdudiyyətə əsaslanır. Əhatə dairəsi, zaman və maliyyə, xərc. Bunlarla layihənin orijinal bazaya uyğun, uğurlu icra edilib edilməməsi müəyyənləşdirilir. Qazanılan dəyəri hesablayarkən qrafika nəzarətə baxışla başlayırıq, sonra maliyyəyə keçirik. Qazanılan dəyər həm waterfall, həm də agile tipli layihələrdə istifadə olunur. Proqnozlaşdırılan layihələrdə işlərin icrasından əvvəl layihənin əsas məlumatlarının səlahiyyətlilər tərəfindən təsdiqi baş verir. Signature processes. Bu layihə boyu performansı nəzarətdə saxlamağa və qrafikdən kənara çıxmalardan xəbərdar olmağa kömək olur. İcra olunma prosesində əsas xəttlər statikdir. Performans qrafikinin izlənməsi iterativ xarakter daşıyır. Performans izləndikdən sonra qərarlar verilir. Adətən performans hesabatları həftəlik edilir və ya uzun müddətli layihələrdə 2 həftədən bir edilir. Layihə meneceri cədvəlin hazırki statusunu kontrol edir və komandadan onların təhlil aparmasına lazım olan datanın əldə edilməsinə görə real vaxt üçün yenilənmələri soruşur. Tez-tez işin əhatə dairəsində formal dəyişikliklər layihənin qrafikində, baza maliyyəsində dəyişikliklərə səbəb olur. Bu dəyişikliklərin domino effekti zaman və maliyyə baxımından izlənilir. Ehtiyatlar, tampon vaxtı, ehtiyat vaxtı, proqramınızı doldurmaq, necə istəyirsiniz adlandırın, bunlar ayrıca izlənilir. Qrafikdə əsas görüləcək işlərdən kənara çıxmaq üçün əlavə vaxtın olduğuna əmin olmaq lazımdır. Heç əlavə vaxt olmasa belə, gözlənilməz hallar tez-tez qrafik risklərinə daxil edilir. Birinci kənarlaşma hesabatda əksini tapdıqda, layihə meneceri bu kənarlaşmanın tolerantlıqdan kənar olub olmadığını yoxlayır. Əgər belədirsə, kənarlaşdırmanı aradan qaldırmaq üçün bəzi dəyişikliklər edir. Nəzərə almaq lazımdır ki, proqnozlaşdırılan layihələr agile layihələrinə nisbətdə daha uzun zamanlıdır və daha çox müəyyən edilmiş iş sahəsinə sahibdirlər. Onlar öncədən planlaşdırılmış, əsaslandırılmış və izlənilmişdir. İşin həcminin orijinaldan çox dəyişməsi nadirdir bu layihələrdə. Bu zaman əvvəlki layihənin bağlanılıb yenisinin başlanılması ilə nəticələnmir. Bu zaman müştəri həmin layihənin qismən tamamlamasını imzalayır, layihə formal olaraq bağlanılır, yeni nizamnamə və yeni işlərin əhatə dairəsi hazırlanaraq yola davam edilir.
Agile layihələrində performans biraz fərqli şəkildə izlənilir. Əksər izləmələr Kanban lövhəsi, velocity-nin izlənməsi, burn-up və burn-down kimi informasiya radiatorları üzərindən həyata keçirilir. Lakin burada müxtəlif fərqli status hesabat formaları var, qazanılan dəyər texnikaları kimi. Agile layihələrində əsas fərqlər odur ki, əsas fokus işlərin hazırki statusunun kontrolu, bitən faktiki işlərlə və qəbul edilən tamamlanma təxminləri ilə müqayisəsidir. Bütün agile çərçivələrində rəylər və retrospektivlər performans izlənməsinin və davamlı təkmilləşdirmələrə fokuslanmanın geniş hissəsidir. Büdcənin kontrol edilməsi. Hər bir layihənin bir büdcəsi var, hansı ki, biznes hallarının əsasında hazırlanır və layihənin icarəsi barədə qərarlara təsir edir. Layihələrin əksəriyyəti layihə bitdikdən sonra təşkilatın maliyyə gəlirini təmin etmək üçün maliyyələşdirilir. Bu, pul qazanmaq üçün pul xərcləməlisən prinsipinə əsaslanır. Əgər olduqca xərclənir və kifayət qədər qazanılmırsa, aydındır ki, bu batmış xərc olur. Gözü maliyyə performansı üzərində saxlamaq məqsədi səmərəli izləmə sistemləri ilə əhatə sürüşməsinin və risk hadisəsi kimi hesab olunan həddindən artıq xərcin qarşısını almaqdır. Proqnozlaşdırma sözünün mənasını düşünəndə, bu layihədə nə baş verəcəyini proqnozlaşdırmaq və ya bilmək qabiliyyətidir. Waterfall layihələri hazırki işin əhatə dairəsi, çoxlu planlaşdırma, büdcə məhdudiyyətləri əsasında proqnozlaşdırılır. Bunlara əsasən biz layihədə necə və nə baş verəcəyini düşünürük. Birinci iş icra olunur, sonra faktiki performans ilkin baza hissə ilə müqayisə olunur. Hər bir baza digərinə təsir edir. Layihələrdə maliyyəni kontrol etmək üçün təsdiqlənmiş əsas baza hissəsinin dəyişməsinə səbəb olan faktorlara diqqət etmək lazımdır. Əgər dəyişikliklər vacibdirsə, digər layihə faktorları üzərində təsiri olan bütün dəyişiklik tələblərinin, implementasiya üçün hazırlanmış həllərin, səlahiyyətlərdən alınmış təsdiqlərin, əsas baza hissəyə təsir edən məsələlərin yenilənməsinin qiymətləndirilməsi ehtiyacdır və dəyişikliyin həqiqətən işlədiyinə əmin olmaq üçün dəyişiklik həyata keçirilməli və təsdiq edilməlidir. Agile mühitində product owner, müştəri dəyəri və təşkilati investisiyanın geri dönüşünü balanslaşdırmağa çalışır. Layihə sponsorunun əsas işi nəzərdə tutulmuş xərclərdən aşağıda qalmaqdır. Bunu təmin etmək üçün əksər zaman büdcələməni hər iterasiyaya və ya rübə uyğun aparırlar. Agile'da səmərəli büdcələmə seçdiyiniz çərçivə əsasında aparılır. Əgər bir aylıq zaman çərçivəli iterasiyalardan istifadə edirsinizsə, büdcələmə komandanın seçdiyi işlər, sürəti, əmək haqqları, onların burn dərəcələri və ehtiyatsızlığa görə baş verən risk hadisələri əsasında aparılır. Planlanan iterasiyanı nəzərdən keçirməyi və keçmiş iterasiyalardan öyrənilən dərslər səmərəli büdcələməyə icazə verir. Həmçinin komanda görüləcək iş haqqında doğru məlumatlanarsa, gələcək xərci hesablamaq asan olur. Bu tip büdcələmənin mənfi tərəfi odur ki, səlahiyyətlilərin tez-tez diskomfortuna səbəb olur. Böyük bir layihə xərclərini soruşarkən ay-bay məlumat almaq maliyyə baxımından təhlükə yaradır və proqnozlaşdırılmayan layihələri proqnozlaşdıran zaman ədədlər yanlış ola bilər. Amma bütün bunların qarşısını almaq üçün eyni tipli layihələrin tipik xərcləri əsasında hazırlanmış şablonlardan və proqnozlaşdırma prosesindən təşkilatlar istifadə edirlər. Təşkilatda büdcələmənin necə baş verdiyindən asılı olmayaraq, həmişə layihə xərclərinin necə getdiyi vəziyyəti barədə daim soruşanlar tapılacaq. Bunun üçün qazanılan dəyər analizi effektiv istifadə edilir. İlk növbədə büdcəni düşünmək lazımdır. Proqnozlaşdırılan mühitdə əsas baza zaman və xərc üçün təsdiqlənir. Bu əsas bazalar aşağıdan yuxarı doğru təxminlərdən istifadə edilərək yaradılır. Hansı ki, əsasən mənası qiymət təqlərini bütün əhatə dairəsi nümunələrinə, resurslara və risklərə əlavə etmək və sonra bütün bu qiymət təqlərinin emalı nəticəsində birlikdə böyük bir ədəd əldə etməkdir. Bu böyük ədəd
əsas baza xərci kimi təsdiqlənir və bu tamamlanma büdcəsi Budget at Completion adlanır. Bu, Agile-da da, Waterfall-da da planlama mərhələsində təsdiqlənmiş yekun ədəddir. Bu, cari vəziyyətdə bildiklərinizə əsaslanaraq layihə və ya iterasiyanın xərcinin nə olacağını düşündüyünüz ədəddir. Bu tipli analizlərdə zaman puldur. İşlərin qrafikinə baxanda bu işlərin görülməsi üçün nə qədər xərc tələb olunduğunu və ya zaman fazalı büdcə hazırlamağı düşünürük. Zaman fazalı büdcəyə görüləcək işlər üçün müəyyən edilmiş zaman çərçivəsi, işləri yerinə yetirmək üçün lazım olan resursların, insan, avadanlıq və ya materiallar xərcini əlavə edirik. Zamanla hər bir fəaliyyət üçün detallaşdırılmış xərc smetası yaradılır. Bu, planlanan dəyər, planned value kimi adlandırılır. Bu, bir fəaliyyət başa çatana qədər nə qədər planlanmış pul xərclənəcəyini müəyyən etməyə kömək edəcək. Bu, planlaşdırılmış işlərin büdcəyə dəyəridir. Bütün bu detallaşdırılmış qiymət etiketlərini və ya planlaşdırılan dəyər ədədlərini toplayın. Bu, tamamlanma büdcəsi, yəni Budget at Completion olacaq. Və ya əksinə, bütün büdcəni yerinə yetirilməli işlərin üzərinə parçalasaq, bu da planlanmış dəyər olacaq. Hələ ki, planlama mərhələsində baş verənlərə diqqət etdik. İşlər başlayır və görülmüş işə nə qədər zaman və xərc sərf edilmiş olduğu sualları meydana çıxır. İşə faktiki sərf edilən pula faktiki xərc, actual cost deyilir. Qazanılan dəyər, earned value, görülmüş işin büdcədə nəzərdə tutulmuş xərcidir. Yəni, komanda büdcədə neçə faiz iş tamamlayıb və bu işin orijinal büdcə əsasında dəyəri nə qədərdir? Qazanılan dəyər görülən işin faizinin tamamlanma büdcəsinə hasilinə bərabərdir. Düsturu ekranda görə bilərsiniz. Məsələn, biz bir layihənin bitməsinə 2000 manat büdcə və 4 gün nəzərdə tutmuşuqsa və işin 50%-i 3 gün ərzində görülmüşsə, qazanılan dəyər 1000 manat olacaq. Planlanmış dəyər 1500 manat olacaq. Faktiki xərc isə işə faktiki xərclənən puldur. Əgər işə faktiki 1500 manat xərclənibsə, demək ki, layihə həm zamandan geridədir, həm də büdcənin üzərindədir. Yəni, büdcədən artıq xərc var. Düsturlar, performans izləmənin 2 versiyası var. Hər ikisində də eyni dataları istifadə edərkən nəticə sizə müxtəlif informasiyalar verir. Bizim planlama zamanı düşündüyümüzlə faktiki baş verən arasında fərqlilik var. Orada həmçinin indekslər və ya qrafik və büdcə üzərində səmərəlilik reytinqləri irəlidə nə olacağını düşündüyünüzə və əslində nə baş verdiyinə əsaslanır. Fərqlər bizə təsdiqlənmiş əsaslar bazasından nisbətdə büdcənin və qrafikin üzərində və ya gerisində olduğumuz barədə informasiya verir. Nəticə mənfi və ya neqativ ədədlər şəklində əks olunur. Neqativ nəticələr layihə üçün pisdir, müsbət nəticələr isə əksinə yaxşıdır. Nəticənin 0 olması da düz yolda olduğu anlamına gəlir. Qrafik və xərc fərqləri üçün olan düsturlarda qazanılan dəyərin planlanan dəyərlə müqayisəsi, qrafik fərqliliyini, qazanılan dəyərlə faktiki xərc müqayisəsi isə büdcə performansını və ya xərc fərqini əks etdirir. Düsturları ekranda görə bilərsiniz. İlk baxışdan earned value, qazanılan dəyər, planned value, planlanan dəyərdən kiçikdirsə, qrafikdən geridə olmaq deməkdir. Earned value, qazanılan dəyər, faktiki xərcdən, actual costdan azdırsa, büdcənin üzərində olmaq deməkdir. İndekslər xərc və qrafikin səmərəlilik ölçüsüdür. Bu, informasiya yenidən planlamaya və ya görüləcək profilaktik tədbirlər üçün imkan verir. Qrafik və xərc indeksləri üçün olan düsturlara qazanılan dəyərin planlanan dəyərə nisbəti, qrafik performansını, qazanılan dəyərin faktiki xərcə nisbəti büdcə performansını göstərir. Nəticə faizlə və ya desimal tipli ədədlə göstərilir. Əgər nəticə 1-in üzərindədirsə, layihə yaxşı vəziyyətdədir. Əgər əksinədirsə, pisdir. Düsturlar ekranda var. Siz proqram təminatında qazanılan dəyər analizini icra etdikdə hər bir task və istifadəçi hekayəsinin dəyəri, qrafiki və qiymət etiketi olduğunu görə bilərsiniz.
Bütün layihənin böyük məzənnəsinə baxanda layihənin dəqiq hansı istiqamətə getdiyini görmək və lazım olduğu yerlərdə düzəldici tədbirlər görmək asan olur. Qazanılan dəyər sizə zamanında görüntüləmə verir, planlanan data ilə bugün faktiki baş verəni müqayisə edərək. Bu informasiya dəyişikliklər üçün, yeni qərarlar üçün və bundan sonra da nə ola biləcəyinə dair bir ön baxış verir. Əcəl mühitində layihə performansı retrospektiv ərzində müzakirə edilərək komanda hansı yolla növbəti iterasiyada performansı təkmilləşdirə biləcəyi barədə qərar verə bilər. Key Performance Indicator əsas fəaliyyət göstəriciləri əksər Agile komandalarında bu performansı izləmək üçün üsuldur. KPI biraz ROI-yə bənzəyir. Mənası odur ki, bu təşkilatın performansı təkmilləşdirmək üçün dəyərli olan informasiyanı müəyyənləşdirməyindən asılıdır. Burn-up, burn-down, velocity-nin izlənməsi, hekayə balları və Agile layihəsinin icrası üçün bunlara bənzər qrafik və diaqramlarda göstərilən nəticələr əsas göstəricilər üzərində performans üzrə məlumatlar hesab edilə bilər. Komanda sprint və ya iterasiya ərzində nə qədər iş yerinə yetirir, görəcəklərini düşündükləri işlərlə faktiki gördükləri iş arasında fərqlər nədir və müştəriyə baxış üçün nə təqdim edəcəklər? Bu suallara cavab ehtiyacdır. Əksər performans izləmələrinə real zamanlı iş və real zamanlı nəticələrə daxildir. Biz bilirik ki, sürət oynayır və əhatə dairəsi dəyişəcək. Əgər bu qədər qeyri-dəqiqlik varsa, performansı necə izləyə bilərik? Əksər zamanlar orada nəzərdən keçirmək üçün iki tip məlumat olur. Birincisi komanda performansıdır, həmçinin gördükləri işə nəzərən yerinə yetirmək üçün seçdikləri işlər də daxildir. Davamlı təkmilləşdirmələr, dəyər axınını təkmilləşdirmək üçün işləmək və ya az zaman çərçivəsində çox dəyər istehsal etmək həmişə əsas fokusdur. Bu, Agile komandalarının mədəniyyətinin bir hissəsidir. Komanda keyfiyyətinə fokuslamaq vacib sayılsa da, məhsul və onun keyfiyyəti haqqında düşünmək lazımdır. Tutaq ki, biz bir proqram təminatı hazırlamışıq, onda olduqca bağlar var və ya işləmir və ya standartlara uyğun deyil. Bu zaman artıq komanda performansı mübahisəli nöqtədədir. Siz və ya komandanızın işləri necə yerinə yetirəcəklərini müəyyənləşdirmək üçün bəzi hədəflər təyin etmək vacibdir. Amma bunlar ağıllı məqsədlər olmalıdır. Smart Management hədəflərini və obyektivlərini yazmaq üsuludur. Smart abreviaturasının mənasını ekranda görə bilərsiniz. Specific, Measurable, Assignable, Achievable, Realistic, Time-based. Yəni, hədəflər təyin edilərkən konkret olmalıdır, ölçülə bilənməlidir, nail oluna bilən olmalıdır, realist olmalıdır, zaman çərçivəli olmalıdır. Məsələn, mən çəki itirməyi planlayıram, bu konkret hədəf deyil. Mən 10 kiloqram çəki itirməyi planlayıram, bu konkret və ölçülə bilən hədəfdir. Kimə aid olduğu və kimin nail olduğu müəyyən edilməlidir. İndiyə qədər bunu etmiş real şəxslər olmalıdır və ya hədəf realistik olmalıdır. Bəs bu çəkini nə zaman itirmək istəyirəm? Burada zaman çərçivəli olmaq, yəni time-based olmaq aktual olur. Məsələn, 2 aya. Yəni, hədəflər təyin edilərkən bu üsuldan istifadə hədəfi düzgün təyin etməyə və ona çatmağı daha real edir. Əksər layihələrdə rəqabətli məhdudiyyətlər arasında tarazlıq var. Üçlü məhdudiyyətlər və ya dəmir üçbucaq termini əvvəldə əhatə dairəsi, zaman, xərc kimi böyük məhdudiyyətləri sənədləşdirməyin bir yoludur. Keyfiyyət sonradan bu miksə əlavə edildi, çünki işin həcmi ilə çox sıx bağlıdır. Risk və resurslar da bunlara əlavə edildikdən sonra bu artıq rəqabətli məhdudiyyətlər adlandı. Amma əsasən zaman, əhatə dairəsi və xərc əsas götürülür. Ekranda bu məhdudiyyətləri görə bilərsiniz. İşin əhatə dairəsinin nə olacağını müəyyən etmək görüş tələblərinin əsasıdır. Bu əhatə dairəsi fiksasiya edilmiş büdcə və hər iterasiya üzrə cədvəl əsasında idarə olunacaq. Dot voting və ya multi-voting texnikası var. Əgər sizin əlinizdə vacibliyinə görə sıralanması lazım olan uzun ehtiyaclar listi varsa, hər kəsin eyni nöqtədə qərar verməsi çətin olur. Əgər hər kəsin söz haqqı varsa və yekunda bunlar toplanırsa,
Bu məsələni həll etmək üçün o qədər də pis yol deyil. Burada multi-voting və ya dot voting komandanıza asanlaşdırılmış, nizamlı şəkildə qərarlar qəbul etməyə kömək edə bilər. Agile mühitlərində dotmokrasi səsvermə yolu ilə konsensusa gəlməkdə vacibdir. Dotmokrasi səsvermə komandada öz adlarına aid çoxlu stiker dəsti olan asanlaşdırılmış eventdir. Sonra onlardan müəyyən variantlara səs vermələri xahiş olunur. Variantların kəsişməsi üçün istənilən nöqtədən istifadə olunur. Nöqtəli variantlar prioritetdir. Əksər hallarda komanda nə ilə razı olduğunu və ya razılaşmadığını qırmızı və yaşıl nöqtə stikerləri ilə göstərirlər. Qərarlar ətrafında tez-tez çoxlu diskussiyalar olur. Qrup təfəkkürünün müsbət tərəfi qərarların tez qəbul edilməsi və fikir birliyinin formalaşmasıdır. Bunun mənfi tərəfi odur ki, müvafiq məlumat müzakirə olunmaya bilər və əsas funksiyalar qurulmaya bilər. Nöqtə səs verməsi hər kəsə seçiminin olmasına və öz seçiminə səs verməsinə imkan verir. Daha sonra qrupun əsaslandırılmış qərarlar qəbul etməsi üçün lazım olduqda qrupun qalan üzvlərinə əsaslandırmanı izah etmələri xahiş olunur. Qrup təfəkkürü asan çıxış yoludur və buna görə də bir çox risk hadisələri və əsas xüsusiyyətlər gözdən qaçıb. Bu səsvermə görüşündə senior səviyyədə menecerlər və müştərilər də iştirak edərsə, onların səsi müxtəlif rəngli stikerlərlə həyata keçirilir. Komanda səslərindən fərqləndirmək üçün. Bu şəkildə kimin nəyə səs verdiyi daha aydın olur. Səsvermə bitir, səslər sayılır, nəticə göstərilir və hər kəs verilən qərarla razılaşır. Skop dəyişdiyinə görə səsvermə də yalnız bir dəfə keçirilmir. Hər sprint nəzərdən keçirilməsində, backlog refinement-da, retrospektiv zamanı ehtiyac olduqda keçirilə bilər. İstifadəçi hekayələrinin prioritetləşdirilməsi və büdcə xərclərinin nümayişi üçün komanda Monopoly Money və 100 Points oyunundan istifadə edir. Kano analizi var. Kano analizi məhsulun keyfiyyəti və ehtiyacların və ya istəklərin fərqli kateqoriyalarını müəyyən edən modeldir. Kano analizi keyfiyyətə əsaslanıb. Burada müxtəlif kateqoriyalar illər ərzində dəyişə bilər, ancaq əsas baza eyni qalır. Agile-da feature-ları olduqca fərqli kateqoriyalar əsasında çeşidləmək qabiliyyətinə sahib olmaq vacibdir. Bu kateqoriyalar delighters or exciters, satisfiers and dissatisfiers, həyəcanlandırıcılar, məmnun edicilər, məmnuniyyətsizlik yaradanlar. Həyəcanlandırıcılar bu xüsusiyyətləri və funksiyaları müştəri olduqca cool hesab edir və istifadəsi həyəcan verir. Buna misal olaraq müştəri deyir: "Mənim saatım telefon kimidir və orada yuxu rejimini izləyə bilirəm." Məmnun edicilərə nümunə: "Mənim saatım telefon zənglərinə cavab verməyə və e-mailləri və mesajları telefonumun harda olmağından asılı olmayaraq qəbul etməyə imkan verir." Məmnuniyyətsizlik yaradanlar: "Mənim telefonum hər saatda istirahət üçün nəfəs almağı xatırladır. Açığı bunu bezdirici hesab edirəm." Müştərilərin müntəzəm olaraq yeni və ya yenilənmiş məhsullarda həyəcanlanacaq yeni şeylər tapması ehtimalı çox yüksəkdir. Məhsulda bəzi şeyləri biz hələ də istifadə edirik və xoşlayırıq, amma onu əldə etmək üçün xüsusi səy göstərmirik. Bu gün dəyərli və zəruri hesab edilənlərin davamlı təhlilinin əhəmiyyəti həm də son istifadəçilərin maraqlı gördükləri ilə balanslaşdırılmalıdır. Məqsəd bunu balanslaşdırmağa çalışmaq və xüsusiyyət qane edicilərin performansından uzaqlaşmırsa, onu qarışığa əlavə etməkdir. Kano təhlili göstərir ki, innovasiya və həyəcan vericilər uzun müddətdə əsas ehtiyaclara çevrilir. Məqsəd məmnun edicilərin həmişə məhsula daxil olmasını və onların işləməsini təmin etməkdir. Məmnun edicilər düzgün işləmirsə, məmnuniyyətsizlik yaradanlar meydana gəlir. Kano analizini ekranda görə bilərsiniz. Xüsusiləşdirilmiş satın alma, buna özəlləşdirilmiş satın alma da demək olar. Satın alma bütün layihələrdə vacibdir, əsasdır. Waterfall və ya agile olmasından asılı olmayaraq, orada həmişə kənar mənbələrdən materiallara, xidmətlərə, avadanlıqlara ehtiyac yarana bilər. Əksər təşkilatların bunun üçün satın alma departamenti var. Ən azı şərtlər və qaydalar
mövzusunda köməkçi olacaq və müqaviləni müzakirə edəcək bir hüquq komandası. Faktiki razılaşmaları və müqavilə bağlanmasını nadirən layihə meneceri edir. Layihə meneceri işlərin əhatə dairəsini başa düşür və ona satın alma ehtiyacları barədə işlərin satın alma vəziyyəti, statement of work qeydlərini hazırlamaq tapşırıla bilər. Daha sonra təkliflər gəlməyə başlayanda onlar nəyin uyğun variant olduğunu başa düşməlidirlər. Əsasən bu təklifin və ya tövsiyənin bəli və ya xeyr yığınına daxil olub olmadığını müəyyən etmək və mənbə seçim meyarlarını və ya başqa sözlər satıcımızı seçdiyimiz meyarları başa düşməkdən ibarətdir. Əksər vaxt daha ənənəvi waterfall mühitində layihə meneceri təşkilatı gələcək xərclərdən və məhkəmə çəkişmələrindən qorumaq, habelə hansı satıcıların layihə ehtiyaclarına cavab verdiyini müəyyən etmək üçün müxtəlif təkliflər, kartirovkalar vasitəsilə maneələri aradan qaldırılmasında bacarıq dəstələrinə sahib olmaqla məsuliyyət daşıyacaq. Ənənəvi olaraq müqavilələr öz qaydaları və şərtləri baxımından çox sərt olmuşdur. Ənənəvi layihələr üçün sabit qiymətli razılaşmalar layihə üçün yaxşı idi. Çünki işin həcmi yaxşı məlumdur və layihə xərcləri asanlıqla büdcələşdirilə bilir. Bir yandan xərc geri ödəməli müqavilələr əhatə dairəsi dəyişiklikləri üçün daha çevikdir, lakin xərc tərəfində bu biraz daha dərindir. Həvəsləndirici haqqı və ya sabit rüsum kimi sözlər əlavə edərək, qayda və şərtlər əlavə etməklə hər iki kateqoriyada müqavilənin müxtəlif növlərini uyğunlaşdıra bilərsiniz. Lakin müqavilə yenə də müqavilədir və onun pozulması məqbul deyil. İşlərin əhatə dairəsi tərəfində çevikliyə ehtiyac olduğu və yenə də qabaqcadan planlaşdırmanın bəzi görünüşlərinə sahib olmaq üçün daha çevik satın alma variantları mövcuddur. Əcəl satın almasında istifadə edilən terminlər var. Fixed price, fixed scope, the fix and switch, time and materials, not to exceed with fixed fee, müəyyən olunmuş ödənişi keçməmək, fixed price per function point or story point, hər bir funksiya və ya hekayə üçün təyin olunmuş sabit qiymət, graduated fixed price, bitmiş sabit qiymət. Təşkilatın hansı müqavilə tipi ilə işləməsindən asılı olmayaraq, siz satıcıları və ya təchizatçıları komandanızın bir hissəsi hesab edirsiniz və ya stakeholderlar hesab olunurlar. Əcəl layihələrində çevik müqavilə tipləri var, satıcı və alıcıların hər ikisinin riskləri paylaşa bildiyi, xüsusən maliyyə risklərini. İşin əhatə dairəsi flexible olduğundan, burada ilkin tələbləri təməl üzərində saxlamaq çətindir. Əhatə dairəsində oynamalar xərclərdə də kənarlaşmalara gətirib çıxarır. Çünki sponsorlar və müştərilər üçün əhatə dairəsi çevik olduğu halda zaman və xərcin sabit qalması qarışıqlıq yaradır. Çünki büdcə hər iterasiyaya uyğun hazırlanır, bu bəzi kreativ müqavilələrin bağlanmasına səbəb ola bilər. Əksər təşkilatlar uyğunlaşma müqaviləsi bağlamağı yaxşı yol hesab edirlər. Master Service Agreement, əsas xidmət müqaviləsi sizin təşkilat üçün realistik ola bilər. Çünki o gələcək dəyişiklikləri əhatə etmək baxımından çevikdir. Əksər zaman əsas xidmət müqaviləsi gələcəkdə tətbiq olunacaq şərt və qaydaları əhatə dairəsinin dəyişməsindən asılı olmayaraq qəbul etməyə imkan verir. Hər iki tərəf gələcəkdə qərarların necə verilməsinə dair bu qayda və şərtlərlə öncədən razılaşır. Bu şərt və qaydaları davamlı yeniləmək və müzakirə etməkdənsə, bütün zəruri danışıqları işin əhatə dairəsinin dəyişməsi üzərində fokuslayır. Xüsusən proqram təminatında əksər zaman xidmət müqavilələri məhsul həyatda olduğu müddətcə yenilənərək davam edir. Çünki müştəri məhsulu istifadə etdikcə məhsulla bağlı yeni tələblər və həmçinin hansısa funksionallığın dəyişdirilməsi istəyi keçə bilər və bütün bunların yerinə yetirilməsi xidmət müqavilələri vasitəsilə edilir. Əsas xidmət müqavilələrinə həmçinin layihə boyu adaptasiya oluna bilən müddəti açıq müqavilələr də daxildir. Əksər hallarda Statement of Work, işin bəyanatı da xidmət müqaviləsinin içərisində yazılır.
İşin həcmi ilə yanaşı, həmçinin orada risk bölgüsü və təzminat müddəaları da yer alır. Risklərin bölüşdürülməsi müqavilə zamanı riskin necə idarə olunacağına və məsuliyyət daşıyan tərəflərin kim olduğuna dair çox xüsusi standartlar müəyyən edir. Təzminatların ödənilməsi buna təminat sığortası da demək olar. Bir tərəfə qanuni olaraq digər tərəfi gələcəkdə ödəniş və ya zərərdən azad etməyə kömək edir. Daha sadə dillə desək, bugün verilən qərara əsasən gələcəkdə baş verəcək maliyyə itkisi üçün A tərəfi B tərəfini məsul hesab etmir, şirkətinizdə kimin günahkar olmasından asılı olmayaraq tədarük zənciri ilə məşğul deyilsinizsə, bilməyiniz lazım olmayan xeyli sayda termin var. Yekunda layihə menecerlərinin rolu təşkilatı gələcək məhkəmə çəkişmələrindən qorumaq, satıcılarla yaxşı əlaqələr qurmaq, amma müqavilə şərtləri çərçivəsində onları da layihənin digər maraqlı tərəfləri kimi cəlb etməkdir. Bununla da bugünə hazırladığım video materialı yekunlaşdırıram. Kanalı izləməyə davam edin. Zəhmət olmasa izlədikcə abunə olmağı da unutmayın.